Aşıq sənəti Azərbaycan xalqının zəngin musiqi və ədəbiyyat ənənələrinin bir hissəsidir. Bu sənət forması əsrlər boyu nəsildən nəslə keçmiş və milli musiqi mədəniyyətimizin əsas daşıyıcılarından biri olmuşdu. Aşıqlar öz musiqiləri ilə xalqın həyatını, sevgilərini, acılarını və arzularını ifadə etmişlər. Bu sənətin ən gözəl nümunələrini təqdim edən və onu yeni zirvələrə qaldıran ustad aşıqlardan biri də Mikayıl Azaflıdır. Mikayıl Cabbaroğlu Zeynalov 21 mart 1924-cü ildə Tovuz rayonunun Azaflı kəndində anadan olub. Sənət aləmində tanınan adı ilə Azaflı Mikayıl Azərbaycanın aşıq sənətinin parlaq simalarından biri, həm də bu incə sənətin gələcəyinə böyük təsir edən bir şəxsiyyətdir. Onun adı Tovuzun Azaflı kəndi ilə bağlıdır, lakin onun yaradıcılığı bütün Azərbaycan xalqının mədəniyyətinin ayrılmaz bir hissəsi olmuşdu. Mikayıl Azaflı yalnız bir aşıq deyil, həm də bir məktəb, bir sənətkar kimi yaddaşlarda iz qoymuşdu. Mikayıl Azaflı yalnız Azərbaycan aşıq musiqisinin ənənələrini qorumaqla kifayətlənməmiş, eyni zamanda onu daha geniş auditoriyaya tanıtmışdı. Onun ifa etdiyi əsərlər həm Azərbaycanda, həm də xaricdə geniş dinləyici kütləsi tərəfindən sevilmişdi. Azaflının bəstələrindəki həm dərin fəlsəfi məzmun, həm də musiqinin melodik gözəlliyi onu Azərbaycanda və dünyada aşıq sənətinin ən böyük ustadlarından biri etmişdi. Azaflının əsərləri onu öz dövründəki aşıq sənətini yenidən bərpa edən bir şəxsiyyət olaraq tanıdır. O, Azərbaycan xalqının zəngin musiqi irsini dünyaya tanıtmaqla yanaşı, bu sənətin gələcək nəsillərə doğru şəkildə ötürülməsini də təmin etmişdi. O, musiqi və şeiri yalnız bir sənət vasitəsi olaraq deyil, həm də bir düşüncə və həyat fəlsəfəsi olaraq təqdim etmişdi. Onun sənəti epik və lirizm arasında bir körpü quraraq, həm də sosial, dramatik, humoristik və fəlsəfi yanaşmalarla aşıq sənətini yeni zirvələrə daşıyıb. Həmişə xalq içində xeyirdə şərdə olan aşıq həbsxanada xiffət çəkirdi. 37 yaşında olan aşığın saçı tamam ağarmışdı. Bunu onun ağarmayan ay saçlarım amandı şeirindən də görmək olur. Olmazmı ki qəm çəkincə güləsən, nədən oldu yanıb döndün küləsən? 40 yaşına çatmamısan hələ sən, ağarmayın ay saçlarım, amandır. Azaflının Zindan şeirləri başlığı altında 150-dən artıq qoşması toplanmışdı. Onun Bülbül, O mənəm, Ağarmayın ay saçlarım amandır, Sən demə, deyənmərəm, ağlama, Döndü körpələrin qana yaşları, Bənzər, dar günü, Əl aman aman, ağlar ağlar, Zindan, mən qocalmazdım kimi çox şeir qoşmaları şair hələ zindandaykən dillər əzbəri olmuşdu. 1989-cu il Azaflı üçün əlamətdar bir ili təmsil edirdi. Onun yaradıcılığına göstərilən yüksək qiymət və xalqının dərin hörməti onu əməkdar mədəniyyət işçisi fəxri adına layiq görməsi ilə taclandı. Bu, yalnız bir aşıq kimi deyil, həm də bir sənətkar və xalqın gözündə bir mədəniyyət daşıyıcısı olaraq dəyərləndirilməsinin təntənəsi idi. Azaflı bu mükafatı bir ömürlük əmək və sənətinin təbii nəticəsi olaraq qazanmışdı. Azərbaycan musiqisinin və aşıq sənətinin parlaq siması 1990-cı ilin oktyabrında bu dünyadan köç etdi. O, Azərbaycan xalqı ilə bir yerdə həyatını yaşadı. Xalqı ilə birlikdə gözəl günlər də gördü, acılarını da eyni şəkildə hiss etdi.
Ya dostlar, kardeşler, bacılar, salam. Bugünkü dəvətə xoş gəlmişsiniz. Qoy sizi oxşasın hər şirin kəlam. Bu saza, sənətə xoş gəlmişsiniz. Vətən oğlanları, vətən qızları, elmin yurdumun sərvinazları, könlümün səması, yer ulduzları, bu ellik hörmətə xoş gəlmişsiniz. İstərəm hər zaman səadət sizə, sədaqət, mərhəmət, məhəbbət sizə. Əzəldən bağlıdır bu sənət sizə, bu şeirə, qüdrətə xoş gəlmişsiniz. Azaflı Mikail heyranınızdır, məclisləri sizin dövranınızdır. Bu aşıq ürəyim qurbanınızdır. Bu sözə, söhbətə xoş gəlmişsiniz. Babamın xalqın dilində olan, xalqın sevimlisinə çevrilən, eyni zamanda və bizim də daha çox yaddaşımıza həkk olunan Azaflı Dubeyçisi, sonra Azaflı Gəraylısı, Azaflı Sarıteli, Azaflı himni, Azaflı dünyası, bu Mikaili, bu havalar daha çox bizim yaddaşımıza hopur. Eyni tək bizim yox. Onu sevənlərin, aşıqlarımızın, yəqin ki, burada bizim gözəl aşıqlarımız əyləşib, onlar özləri də etiraf eləyəcəklər ki, elə bir uşaq layla kimi səslənibdir Azaflı Dubeyçisi. Bəzən ona qoca qartal da deyirlər. Azaflı dünyası, Azaflı himni. Bunlar hamısı, hər biri bizim üçün doğmadır, əzizdir. Ata kimi çox gözəl bir ataydı. Evlatlarını sevən, qayğısını çəkən, eyni zamanda, necə deyim, bir ağsaqqal, el ağsaqqalı, eldə hörmət qazanmış, bir kənddə, əsas bir eldə, obada, birinci hər bir insan ailədə hörmət qazanır. Birinci o hörmət, o ehtiram ailədən gəlir. Birinci anadan gəlir. Sonra anadan evlatlara, evlatlardan isə qonum qonşuya, kəndə, hər bir kəsə yayılır. Və o ehtiram ailədən atamıza olubdur və bizi o ehtiramla da bütün kəndimiz, el, oba, hamısı ona hörmət, ehtiram bəsləyir. Və onu görüb, onu yanına öyrənməyə gələn şagirdləri də bu ehtiramı görüb, təbii ki, onlar da ehtiramla yanaşıblar. Eyni zamanda onlar da xalq içində olublar, bir evə gediblər, görüblər ki, belə bir ehtiram var bu kişiyə. Təbii ki, həm də onun özünün ədəbi, özünün ərkanı, özünün duruşu, oturuşu elə başdan ayağa bir ədəb ərkanı idi. Atamın da dövründə mikrofon zad yox idi. Mağar qururdular toyxanalarda. Mağarın bu başından o başına baxanda başdakı adamı tanımırdın ki, kimdir, o qədər böyük olur. Və o boyda mağarda aşıq öz səsinlə, öz nəfəsinlə elə oxuyurdu ki, o gələn adamlar o səsi dinləyirdilər. Və o vaxt ki, tamaşaçılar da gözəl tamaşaçılar idi. Sizə onu da deyim, onlardan da çox şey asılıdır. Dinləmək bacarığı, o auditoriya çox gözəl auditoriyaydı. Mən Mikail Azaflı haqqında açıq fikirlər danışmağa gücüm çatır. Ona görə ki, bu şəxsiyyət bir fenomen şəxsiyyətidir, bütöv bir şəxsiyyət. O həmi müəllim idi bu kişi, həmi pedaqoq idi, həmi Azərbaycan dilini mükəmməl bilən, dilin lüğət tərkibini bilən, yazdığı şeirlərdə, bəstələdiyi havalarda da o şeiriyyata uyğun Azərbaycan ədəbiyyatşünaslığının dəyərli hissələrini özündə bərqərar etdirən bir şəxsiyyət. Fikir verin, bir şeir dinləyəcəm. Könül açan şeir yazsan, əllər onu əldən alar. Söz gücünü məhəbbətdən, bir ürəkdən, dildən alar. Baxın, bayaq bir fikrimin davamını çatdıracağım sizə. Həm aşıq kimi, həm bəstəkar şair kimi, həm Türk dünyasının ozanı kimi bu kişi həm Aşıq Veysel idi, həm Yunus Emre idi, həm bütövlükdə öz yaradıcılığından çıxış eləmirdi. Bu ümumi aşıq yaradıcılığından,
qərbdən şərqə qədər uzanan bir yolu tuturdu bu adam. Ona görə də aşıq ədəbiyyatındakı inciləri duymaq, onu safçülük eləmək, şeiriyyata düzmək, onu bir xananın rənginə uyğun, bir həvə kimi, bəziyə yox, dildə təhlil eləyə, sənətə gətirib, onu cilalaya bu günümüzə çatdırırsa, bu kişi həmi Aşıq Ələsgərin yaradıcılığıdır, həmi Aşıq Hüseynin yaradıcılığıdır, həmi klassik aşıqların yaradıcılığıdır, Aşıq Alının, Tufarqanlı Abbasın, Direli Qurbaninin. Məqsəd nədir? Buradakı məqsədin əsas məğzi bugünkü şeiriyyatda, klassik aşıq ədəbiyyatında, Azərbaycan aşıq ədəbiyyatı antologiyasında qeyd olunan fikirləri özündə cəmləşdirən bir ustadır. Dəyərli bir ustadır. Mən şəxsən özümlə götürürəm. Mən ali təhsil alanda birbaşa o kişinin yanına şagird gələndə məclisə girmişəm o kişiyə. Necə məclisə girmişəm? Ağır bir məclisə. Sənət dünyasının ilk cığırdaşı mənəm də. Oradan hələ təzə addımlayıram. Kövrək addımlarla addımlayıram. Amma bu kişi ayağını yerə basanda oradan sədalar gəlirdi. Sənət. Aşıq el saxlar şairi zaman. Niyə belə deyil? Əgər bu insanın həyat vergisi, dünya baxışı, zehni, düşüncəsi, əqidəsi, kişiliyi, mərd-mərdanə hər sözü açıq deməyi, qısqanmadan hər bir dünyada olan, yaşadığı zamanada olan eybəcərlikləri təhlil eləməyə gücü çatır, onu deyirsə, demək bu saf, pak bir adam. İstər Qoca Qartal şeirini oxuyaq, İstər Bülbül şeirini oxuyaq, istər onun divanlarını oxuyaq, istər təcnislərini oxuyaq. Dünyada görmədim dara düşəndə şöhrətin dostları həraya gələr. Haray çəkir, çağırır. Ay zülmətin məngənəsində əzilən əhl-i əyal, ay gələcəyin zamanları, ay ağsaqqallar, qarasaqqallar, cəmiyyətə mehriban olan insanlar cəmiyyətin sədasına səs verir. Dünyada görmədim dara düşəndə şöhrətin dostları haraya gələr. Gün varsa, sabah yoxsa, sənə yaxınlaşıb ürəyini açan adamlar səni sevən kimi özünü göstərə bilər. Amma çətin gündə səndən kənar dura bilər. Bax, Mikail Azaflı bu sənət dünyasının adamı. Mikail Azaflı təhlilçi bir aşıq idi. Həm də şeir yazanda o təhlilçilikdən də əlavə onun zehnindən süzülüb gələn məsələlər var idi. Bax, lüğət tərkibidir bu adam başları. Bu adam fəlsəfi fikir dünyasıdır. Bu adam yetkinləşmiş dünyaya təzadların gətirilməsindən əlaqəli o təzadları açıqlayıb, o təzadlara meydan oxuyan bir sənətkardır. Dedim könül açan şehir yatsan, ay könül açan şehir yatsan, eller olur, elden ağlar, elden ağlar, elden ağlar. Söz gücünü mehabbetten, söz gücünü mehabbetten, bir renkten dilden ağlar, dilden ağlar, dilden ağlar, dilden ağlar. Oyan ofçu ovun keşdi, ah oyan ofçu ovun keşdi, vefalı kız yada düştü, yada düştü, ay kazan aldım dilim aldım.
Könül açan şeir yazsam eller onu elden alar. Söz gücünü məhəbbətdən bir ürəkdən dildən alar. Acı sözler zehər dadar, acısını səbridar, çökür tikan el qanadar, gül ətrini güldən alar. İşim eşkimin camını, duydum onun her tabını. Abala içtim eşkimin camını, duydum onun her tabını, her tabını, her tabını. Adaflıdan ilhamını, adaflıdan ilhamını, üstadım elden ağlar, elden ağlar, elden ağlar. Bayan olsun babın çeşidiye, bayan olsun babın çeşidiye, vefalı nasıl ya da düştü, ya da düştü, ya da düştü. İçtim eşkimin camını, duydum onun her tamını, azaflı da ilhamını, öz üstadı elden. Çox sağ olun. Mən də bu gözəl proqramı salamlayıram. Bizləri dinləyənləri salamlayıram. Bu gözəl gün, mübarək gündə bu əziz qonaqlarımızla bir yerdə olmaqdan çox xoşalam. Mikail Azaflı sözünün yaradıcılığını, işığına yığışmışıq. Ustadın ruhu şad olsun. Mən belə deyim, elə gözümü açandan Tovuz elində, yəni adı dillər əzbəri olan Mikail Azaflı da bizim, belə deyim ki, mənim babalarımla çox yaxın əlaqələri olub. Oradan da belə deyim ki, tanımışam, bir başqa cür sevmişəm. Sonra saza sözə həvəsim olanda artıq onun yaradıcılığına daha yaxından özünə və şeiriyyatına, onun musiqilərinə, aşıq havalarına belə deyim ki, daha çox diqqət eləmişəm. Azaflı Mikailin həmişə poeziyası məni çox maraqlandırıb və yaxşı mənada məni həsəd aparmışam, valih olmuşam onun şeiriyyatına. Necə o şeirləri munduq kimi düzüb sözləri. Bu barədə bir nümunə gətirmək istəyirəm. Var idi şeiri var. Tez qocaldım, gənclik getdi əlimdən. Ağır dağlar atan vaxtım var idi. Fələk qırdı qollarımız zülümlə, əcdahalar tutan vaxtım var idi. Bu şeiri götürək. Bu şeiri oxumaq ifaçı üçün bu havaların daxili bölgüsü var da, 6-5 ölçülü, 4-4-3 bölgülü. Bunu elə ustalıqla yazıb ki, hansı havaya istəsən, qoşma gedən, hansı havanı istəsən, götürüb rahatlıqla istifadə edə bilərsən. Yəni, Azaflı Mikail yaradıcılığında bu özəlliklər yəni kifayət qədəri var, saymaqla bitməz. Ustada rəhmət diləyirəm, çox sağ olun, var olun. Həmişə könlünüzdə saz olsun, ustadın da ruhu şad olsun. Sağ olun. Aşıq sənəti bizim folklorumuzdur, aşıq sənəti bizim genetik kodumuzun açarıdır. Allah rəhmət eləsin, Məhəmməd İsmail deyirdi ki, saza baxırsan, sazın quruluşu ilə açarı oxşuyur. Türkün genetik kodunun açarı sazdır. Bizim mədəniyyətimizi, bizim kimliyimizi, bizim folklorumuzu öyrənmək istəyən ilk öncə sazdan gəlməlidir. Böyük Şah İsmail Xətai deyirdi, bugün ələ almaz oldum mən sazım, ərşə dirək-dirək çıxar avazım. 4 şey vardı bir qarındaşa lazım, bir elm, bir kəlam, bir nəfəs, bir saz. Böyük Şah İsmailin saz haqqında fikri. Yəni biz o boyda şəxsiyyətlər saz haqqında saza hansı dəyəri verib, hansı diqqəti yetiriblər. Biz də təbii ki, o nəslin davamçısı olaraq sazımızı yaşatmalıyıq, təbliğ eləməliyik, qorumalıyıq. Bizim borcumuz.
Ay cavanlığın ey, mehabbetin ey, eşkine. Cavanlığın ey, mehabbetin ey, eşkine. Ağarmaydım, ay saçlarım. Amandır ay balam, amandır ay sonar, amandır. Ayahdi peyman ey, sadakatin ey, eşkine. Ayahdi peyman ey, sadakatin ey, eşkine. Ağarmayın, ay saçlarım. Amandır, 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 amandır. Ayela bilkime, dağ başımı bay bay karalı. Ayela bilkime, dağ başımı ey karalı. Ayaz bu şeyle, saralı vay bala vay bala. Saralı vay sonan vay sonan, saralı. Gören değilim aşık daha ay bazalı. Ay gören değilim aşık daha ay bazalı. Ağarım ay saçlar. Amandır, 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 amandır. Baş titriyər, el uçunar zarağlar. Neynirlər, saçsızıllar tarağlar. Həsrət həsrət, bakar bakar yarağlar. Ağar bin ay saçlarım amandır. Azaflıyam ey, ak sakalım ey, biliyorum. Ay azaflıyam ey, ak sakalım ey, biliyorum. Gençlikçe oldu gider, divane, 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 divane. Ceylan'ı gözlemledim ey Allah'ım. Ceylan gözlemledim ey Allah'ım. Ağarmayın ay saçlarım. Amandır, 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 amandır ay balam amandır.
Ay deyim deyim eller saza uyder. Ay deyim deyim eller saza uyder. Terk atan nere yazan derdimi ayırlar, derdimi ayırlar, derdimi ayırlar, derdimi. Benim babamın en büyük arzusu olub ki bir dastan teatrı yarasın. O onun en büyük arzusuydu. Ama heyif ki o arzusuna çata bilmədi. O həyatdan tez getdi. Və mən fikirləşdim ki, babam o arzusuna çatamadı. Amma mən qoy bir qrup yaradım. Sazçı qızlar qrupu belə bir fikir ürəyimə gəldi. Amma əvvəllər var idi. Qəmbər Hüseynli yaratmışdı o vaxtı. Sonra mən fikirləşdim və Çeşmə folklor qrupu yaratdım. Və bu qrupa gənc qızları dəvət elədim. Və bugün o gənc qızlarımızdan biri də elə məhz buradadır, Dərya Xatınlı. Mən çox istərdim ki, Dərya Xatınlı da öz bir məharətini göstərsin ki, bizim xanım aşıqlar nəyə qadirdir. Bizim kişi aşıqlarımız meydanda tək olmayıb. O mütləq Koroğlunun nigarı olubdu. Yanında İfa edeceğim hava Cəllə havasıdır. Başına mən dönüm o mehribanım, başına mən dönüm o mehribanım. Onların boynuma sal vəzəsin, sal vəzəsin. Sen olarsan qarı, mən olam qoca. Sen olarsan qarı, mən olam qoca. Qoy görüm nəvərin, mal vəzəsin, mal Bir canı var hey, bir gün alacak, üstünden de kallar yollar salacak. Bir canı var hey, bir gün alacak, üstünden de kallar yollar salacak. Bir yemek bir ceymek gezmek alacak, bir yemek bir ceymek gezmek alacak. Dolan canım, dolan gel canım, al vəzətin, al vəzətin.
Yaraman közüm insan bizə midir Əzrail Əsrlər dolanır ömür gün keçir Əsrlər dolanır ömür gün keçir Dünyadan payını al vəzəsindən Al vəzəsindən Aşıq sənəti xalqımızın ən qədim sənətidir. Allah cəm ustadlara rəhmət eləsin. Mən də gözümü açıb evdə saz görmüşük, söz görmüşük. İlk sazın səsini mən atamın ifasında eşitmişəm. Sonra da Mikayıl Azaflının kasetalarına qulaq açmışam. O kasetalarla böyümüşəm. Onun həyatını öyrənmişəm. Yəni ki, Azaflı öz deyərdi ki, aşıq xalqın ruhunu, zövqünü, hissiyatını, psixologiyasını, ideologiyasını oxşayan, əyləndirən və düşündürən incəsənət ustasıdır. Mikayıl Azaflı dəfələrlə zindanlara atılmışdı. Boş yerə zindanlara atılmışdı. Yəni ki, haqqın, ədalətin carçısı olduğu üçün zindanlara atılmışdı. Deyir, Azaflını dərd alsa da, can qəzaya uğrasa da, zaman məni doğrasa da ağa qara deyən mənəm. Və onun yazdığı şeirlərdəki haqq, ədalət obrazlarını görmüşəm və o kişinin həyatını bildiyim üçün həmişə çalışmışam ki, özümü o haqq, ədalət obrazında həmişə görmək istəmişəm və həmişə o kişi elə bil ki, mənim idealım olub da bu həyatda. Yəni ki, tək ozan sənətinin ustadı kimi yox, bir şəxsiyyət kimi Mikayıl Azaflı mənim həyatımda, yəni ki, o kişi mənim idealım olubdur. Yəni, heç vaxtı da ağa qara deməyib, yəni ki, gözümüzü açıb, ilk öncə aşıq sənətini öz ailəmizdən atamın saz ifalarından və Mikayıl Azaflının lentalarını öyrənmişəm. İndi də yadımdadır ki, mən birinci sinifə gedəndə Mikayıl Azaflının mənim əlimdən tutub birinci sinifə apardığını hələ də yadımdadır. Bəli, doğru. Birinci sinifə O mənim yaddaşımdadır. Romanın bir xüsusiyyətini deyim, uşaq vaxtı yaman ağlayan idi roman. Çox ağlayırdı. Bircə vaxt sakit olur. Sazı gətirirdilər, qarşısına qoyurdular. Əl atırdı, sazın simini belə parmağınla vururdu və onda ucu sakitləşirdi. Onu vururdu, sakit olurdu. Babam baxıb deyirdi ki, yox, bundan deyəsən gələcəkdir, nəsə olacaq. Yəni o uşaqlığı o elə olurdu romanın. Həm də bir söz deyim ki, yəni ki, o kişinin üzündə o qədər nur var idi ki, amma o nə qədər nur var idi, o qədər də deyərdim, zəhm var idi. Mən heç kimdən qorxmurdum. Ancaq o kişi gələndə daha hamımız özümüzü göstərirdik. Ailədə çox zəhmli idi atam. Yəni o oturan yerdə biz çəkinirdik oturmağa, onun yanında çörək yeməyə, onun yanında oturmağa. Yəni bunu da bizə anamız o cür yaratmışdı bizə, ailəmizə, ailədə atama qarşı böyük hörməti, o ehtiramı anam yaratmışdı. Ki atama bizim necə böyük hörmətlə, ehtiramla və bizə baxırdı, başqa adamlar da o cürə edirdilər. Havanın adı Azaflı himnidir. Dünya himni də deyirlər buna. Ustadın yaratdığı havalardandır bu da.
çalsın başariyet dünyasında. Zaman zaman hak kucalsın ebediyet dünyasında. Ara vuran fitne vuran bir yalan şer olmasın. Bu hakikat, bu zaruret galibiyet dünyasında. Bu hakikat, bu zaruret galibiyet dünyasında, dünyasında. Çalsın vicdanıyla, hüneriyle. Alem çatsın muradına, her gün haberiyle. Kainatın yüzü gülsün, nur ışığı seherle. Hürriyet, ünsiyet, samimiyet dünyasında. Bu tabiat, bu cemiyet, samimiyet dünyasında, dünyasında. Şey yaşasın insanları. Uğur uğur yollar geçsin kocaları, camanları. Nezahrini vatan sever, ey unutmaz kananları. Bu ülviyet, bu ünsiyet, samimiyet dünyasında. Bu mehabbet, bu sadakat, samimiyet dünyasında, dünyasında, dünyasında. Bu boyada zafer çalsın. Sabrın tükendir, sabreylemeyler. Sabrın tükendir, sabreylemeyler. Yoruldu bakmaktan yalan gözleri, gözleri, gözleri. Bir sen yağdan, bir de gençlik. Bir sen yağdan, bir de gençlik. Boylandıkça
Çola gözlerim, gözlerim, gözlerim. Ben bizim olmayaq değil qarsız. Məhəbbəti soyuq, eşqi baharsız. Biz belə demədik ay etibarsız. Necə qıydın qanla dola gözlərim. Azahın əhdini başa yetirdi, hicranın canını aldı bitirdi. Şöləsi qarandı, sarı getirdi, sana həsrət qala, qala gözlərim, gözlərim, gözlərim. Sana həsrət qala, qala gözlərim, bala gözlərim, bala gözlərim. Azahlı əhdini başa yetirdi, hicranın canımı aldı bitirdi. Şöləsi qaraldı, sarı gətirdi sana, həsrət qala qala gözlərim. Ustada rəhmət sizlərə can sağlığı.
Adalım, adalım, balam, balam, balam. Kaladı, kaladı, el boş gitti haray, haraya derdin alır. Neçə hökümdarı soydu İskəndər, şahların gözünü oydu İskəndər, dünyanı sapana koydu İskəndər, buladı buladı eli boş geldi. Düştüler xəstə, yağlayan ağlayan oldu şikəstə. Dəv Yunus Bayquş da Xədinə üstə, uladı yuladı yalı boş getdi. Dəv Yunus Bayquş da çay, umudum azalım, umudum. Uladı yuladı yalı boş gitti. Uladı yuladı el boş gitti haray, ay kadına. Yaladı yaladı, el boş gitti haray, haray ay derdin alır. Adaflı bəşərin tökən qanını, işlədir fələyin dəyirmanını, zəhmət zülüm çəkən əlinin qanını, yaladı yaladı, el boş getdi. Ustada rəhbət, can olsun. Çox təşəkkür edirəm. Əvvəlcə sizə və sizin televiziyamıza, Bursalı televiziyasına və şəxsən sizə təşəkkür edirəm. Samir, var olun, ustadları yada salırsınız. Bundan qabaqki çəkilişlərimizə də baxmışam, dinləmişəm, bizim ustad aşıqlarımızı yad eləmişsiniz. Var olun, bu Ulu Ozan sənəti elə bir sənətdir ki, onu hər zaman, düzdür, bu sənət heç vaxt nə qədər zərbələr olsa da, nə qədər o sənətə zərbələr vursalar da, bu sənət öz xeyir duasını Dədə Qorquddan alır. Öz xeyir duasını Dədə Qorquddan alan bir sənət, inanıram ki, neçə ki, Türk dünyası var, yaşayacaqdır və heç vaxt məğlub olmayacaqdır. Və tövsiyəm odur ki, bizim aşıqlarımıza, aşıq sənətinə geniş yer verin öz verişlərimizdə. Çünki burada ədəb ərkan var. Bu sənət elə bir sənətdir ki, gənclərə ədəb ərkan öyrədir. Böyüyə, kiçiyə hörmət öyrədir. Oturuşunu, duruşunu, hər kəsin necə oturub durmağını öyrədir bu sənət. Bu sənətdə bir ağsaqqallıq var, bir ucalıq var, bir piranilik var, bir nuranilik var. Ona görə də verişlərinizdə tövsiyəm odur ki, Ulu Ozan sənətinə çox yer verin. Sağ olun ki, da yer verirsiniz. Və son olaraq sizə, bütün Türk dünyasına Dədə Qorqud xeyir duası arz edirəm. Var olasınız, uca olasınız. Hər zaman bu sənətin axarında, bu sənətin həyatında sizləri də var olasınız ki, bu sənəti yaşadasınız. Öz çəkimlərimizlə, öz
nə bilim belə gözəl sənətkarları dəvətinizlə bu sənəti, bu tarixdir. Bu bir tarixdir, qalacaqdır və gələcək nəsillər baxacaqlar bu verilişlərə, bu lentalara. Sizə təşəkkür edəcəklər ki, sağ olsun. Nə yaxşı ki, bunu çəkiblər. Təmənnə eylərəm Pərverdigardan, təmənnə eylərəm Pərverdigardan, olmaya zilləti ay nə yaxşı olar, olmaya zilləti ay nə yaxşı olar, nə dilək eyləsən yetə yerinə. Nə dilək eyləsən yetə yerinə, gülə məhəbbəti ay nə yaxşı olar, gülə məhəbbəti ay nə yaxşı olar. Özüm ellərə qurban, sözüm ellərə qurban, gözüm ellərə qurban, dostlara qurban, sizlərə qurban. Bu dünya durdukça cavan olasan, bu dünya durdukça cavan olasan, hasretli kalbine kovan olasan, meclisler kurasan, ozan olasın. Meclisler kurasan, ozan olasın. Bir dünya lezzetin ayna yaxşı olar, bir dünya lezzetin ayna yaxşı olar. Şəxsən özüm ellərə qurban, sözüm ellərə qurban, gözüm ellərə qurban, dostlara qurban, sizlərə qurban. Azaplı bükülen benim olmayan, azaplı bükülen benim olmayan, bükülen bellerden zulüm olmayan ay, bükülen bellerde zulüm olmayan, ayrılık yoksulluk ölüm olmayan, ayrılık yoksulluk ölüm olmayan, şenke cehaletin ay nə yaxşı olar, şenke cehaletin ay nə yaxşı olar. Özüm ellərə qurban, sözüm ellərə qurban, gözüm ellərə qurban, dostlara qurban, sizlərə qurban, sizlərə qurban. Allahlar üstünde saray kurdu,
Aşık